İllərdir yer kökünün necə istifadəsini səhv bilmisiniz. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Təbii vitamin mənbəyi sayılan, vitamin və minerallarla zəngin olan yer kökü bir çox orqanlar üçün faydalıdır. Xəstəliklərlə mübarizədə böyük rola sahibdir. Son araşdırmalarda mütəxəssislər mümkün qədər tez-tez gündəlik rasiona yer kökü daxil etməyi tövsiyə edir. Yer kökü dərman, qida və kosmetik xüsusiyyətləri ilə məşhurdur. Elm adamları yaxın keçmişdə yer kökünün köməyi ilə ömrün necə uzadılacağının sirlərini də açıqlayıb. Uzun ömürlülüyün açarı olan bu möcüzəvi bitki zülal, A, C və K vitaminlərlə zəngindir. Yer kökü immunitet sistemini stimullaşdıran və müalicəsində kömək edən A vitamini seriyasında şübhəsiz liderdir. Bir tərəvəzin tərkibini və xüsusiyyətlərini bilmək, bədəninizə zərər verməmək üçün gündəlik menunuza hansı miqdarda daxil ediləcəyini müəyyənləşdirməyə kömək edəcək. Bitkinin tərkibində E, D, PP və B vitaminlərlə yanaşı müxtəlif elementlər də var. Kükürt, xlor, kalium, kalsiyum, fosfor, bor, mis, selenyum, magnezium və s. C və Y vitaminləri yaşlanma prosesini ləngitməyə kömək edir. K qanın qatlığını artırır. Kalium ürək-damar fəaliyyətini normallaşdırır. Kalsiyum və fosfor dişləri və sümükləri gücləndirir. Xlor bədəndə su tarazlığını qoruyur. Selenyum gəncliyi qoruyur. Florid endokrin sisteminin fəaliyyətlərindən məsuldur. Çiy yer kökü aşağı kalorili məhsul olması ilə faydalıdır. 100 qramda cəmi 40 kalori var. Mario Negri, Farmakoloji Tədqiqatlar İnstitutunun tədqiqatçılar hər gün yer kökü yesəniz, yer kökünün infarktın inkişaf riskini 3 dəfə azaltdığını bildirir. Şotlandiya alimləri yer kökünün 3 həftə ərzində 300 qram qəbul edildiyi təqdirdə bədəndə xolesterol səviyyəsini orta hesabla 11% azaldığına dair fərziyyəni təsdiqləyib. Bu tərəvəz diş daşının əmələ gəlməsinin qarşısını alır və diş ətini gücləndirir, bədxassəli proseslərin inkişafına mane olur. Orqanizmin qoruyucu funksiyalarını artırır. İmmunitet sistemini stimullaşdırır, bağırsaq disbiozunu aradan qaldırmağa kömək edir. Qan təzyiqini aşağı salır, kalsiyumun sümüklərdən yuyulmasının qarşısını alır və anemiyanın qarşısını alması üçün faydalıdır. Kök sidik qovucudur. Bu, mədə-bağırsaq traktının xroniki pozğunluqları üçün istifadəsinin tövsiyə edilməsinin səbəblərindən biridir. Müasir pəhriz elmində bu tərəvəz xüsusilə həzmi inkişaf etdirən və maddələr mübadiləsini normallaşdıran qida xüsusiyyətləri, az kalorili məzmunu və lif tərkibi ilə qiymətləndirilir. Tanınmış Türkiyəli professor İbrahim Saracoğlu da mədə-bağırsaq problemi olanlar üçün hər axşam yatmasından əvvəl 100 qram kök sokunu içməyi məsləhət görərək onun çox faydası olduğunu bildirib. Yer kökü bağırsaq qurdlarını saldığı üçün dünyanın bir çox ölkələrində uşaqlara mütəmadi şəkildə verilən tərəvəzlərdən biridir. Bu tərəvəzin tərkibində olan vitamin və maddələr uşaqlarda boy artımına kömək edir. Tez-tez yer kökü yeyən insanların immunitet sistemi güclü olur deyə onlar az xəstələnirlər. Yer kökü dişlərin və sümüklərin güclənməsində faydalıdır. Bu tərəvəz qəbizliyi aradan qaldırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Təbii vitamin mənbəyi sayılan yer kökü qaraciyərə çox müsbət təsir göstərir. İnsan bədəninin ən həssas orqanlarından olan qaraciyərin lazımsız maddələrdən təmizlənməsində yer kökünün böyük faydası olduğu bildirilir. Həkimlərin fikrincə, yer kökü xolesterolu azaldır, damarları gücləndirir, qan dövranının yaxşılaşmasına müsbət təsir göstərir. Alimlərin araşdırması nəticəsində məlum olub ki, A vitamini ilə zəngin olan yer kökü orqanizmdəki hüceyrələrin yenilənməsinə kömək edir. Yer kökünün zehni fəaliyyəti yaxşılaşdırma, yaddaşın güclənməsinə köməklik göstərmək kimi faydaları da var. Bu tərəvəzin tərkibində olan vitamin və minerallar görmə qabiliyyətinin yaxşılaşmasına müsbət təsir edir. Yer kökündən kosmetik məhsulların hazırlanmasında geniş istifadə olunur. Çünki yer kökü dərinin cavan qalmasına köməklik göstərir. Yer kökü şirəsi də olduqca faydalıdır. Kök şirəsi vitamin çatışmazlığı sayəsində yaranan bir çox problemlərin aradan qaldırılmasına köməklik göstərir.
Kök suyu arıqlama qarşısında olanlara məsləhət görülür. Belə ki, aşağı kalorili olduğu üçün çəki atmaqda yardımcı olur. Arıqlamanı asanlaşdıran toksinləri azaldar. Kök suyu dəmir çatışmazlığından əziyyət çəkənlər üçün faydalıdır. Kök şirəsinin tərkibində fosfor olduğu üçün halsızlığın aradan qaldırılmasında, enerji yığmaqda çox faydalıdır. Şəkər xəstəliyindən əziyyət çəkən insanlar da yerkökü şirəsindən faydalana bilərlər. Bu tərəvəz şəkərin normal səviyyədə qalmasına, stabilləşməsinə köməklik edir. Təəssüf ki, çoxları bu qədər vitamin və minerallarla zəngin olan yerkökünün düzgün istifadəsini bilmirlər. Qidalanma üzrə ekspertlər yerkökünü çiy, buğda bişmiş və ya şirə formasında qəbul etməyin daha faydalı olduğunu vurğulayırlar. Xüsusilə tərkibində yağ olan yeməklərlə birlikdə yeyildikdə beta-karotinin daha yaxşı mənimsənildiyi bildirilir. Dəyərli izləyicilər, ölkəmizdə də ilin hər fəslində bu faydalı tərəvəzi əldə etmək mümkündür. Xüsusilə də payız-qış mövsümündə yerkökünün bol və orqanizmə daha faydalı olmağını unutmayaq. Dəyərli izləyicilər, bir videonu hazırlamaq üçün məlumatlar toplamaq, videoya çəkmək və izləyicilərə daha dəqiq çatdırmaq üçün nə qədər məsuliyyət və zəhmət tələb edir. Sizlərdən də bizim kanal heyətimizin zəhmətini qiymətləndirərək, paylaşdığımız videoları bəyənərək, bəyənmə düyməsini basmağı bizdən əsirgəməyin. Biz də kanal heyəti olaraq baxdığınız videoları dəyərləndirdiyinizi gördükcə daha da həvəslə faydalı məlumatları izləyicilərimizə çatdıraq. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.